Baş sponsor Unibank. Xüsusi sponsorlar Soundtrite, Azərbaycanın kolası Buz Kola, Sleepy, Unimetal, Bay Hollywood. Şounun qaydaları. Fanatlar, qeyri-fanatlar və eləcə də adi insanlar tanınmış qonağımıza öz suallarını vermək üçün məkanımıza toplaşıblar. Əgər qonaq cavablarında səmimi olmasa, hər kəsin masasının hesabını ödəməli olacaq. Yox, əgər bütün suallarına səmimi cavab verərsə, onda bütün yeyib-içmək aparıcıların hesabına olacaq. Nuş olsun. Hay Allah. Bəh. O kimdir elə? Onun nəfəsi. Maestro. Maestro. Əziz tamaşaçılar, 7 gündür bir yana qoyduğumuz zarafatı bugün götürüb gəlmişik Irish Pub-a və Xəzər TV-nin ekranlarına. Amma Əlxan, mən səndən fərqli olaraq zarafatı bir yana qoymamışam. Aha. Mən hər gün, ay qardaş, hər gün gəlirəm Irish Pub-a ki, veriliş başlasın, tez aparaq verilişi, darıxıram, səbirsizlənirəm. Onda uzun sözün qısası. Zarafat bir yana başladı. Və mən istəyirəm ki, qonağı təqdim etməzdən əvvəl, öncə, Əlxan, sənə bir sual verim. Aha. Qardaşım, atalar sözü bilirsən heç? Nöş bilmirəm. İt araba kölgəsində yatar elə bilər özünkidir. Ümid edirəm ki, bu atalar sözünü kiməsə atmaca atmırsan. Yox. Qoy birini də mən deyim. Deyir, zər qədrini zərgər bilər. Mən buna elə belə demədim ha. Çünki bizim bugünkü qonağımız zər kimi dəyərli olan İstər musiqisi ilə, istər geyimləri ilə, zərgərlər qədər dəqiq olan Roza Zərgərlidir. Sen sadece dikten isterim İsterim sevilen olun yolunu görmedim Sevgine ihtiyacım vardır görseydin Beni gelseydin Hatırını dönseydin bir Hayatımın zamanımın yüreğimin açarını sana verdim İsterim sevilen olun yolunu gözlerim Sevgine ihtiyacım vardır görseydin Bana gelseydin Ettiğini dursaydın Ay bak bu yazı koydu ya. Çok teşekkür ederim. Niftalı. Can, ne güzel gözleri var Bəli. bunun. Sizin fanatınızdan həqiqətən də sizi çox sevirəm. Can, gel sen öpüm Rey. Öp. Senin Yazıqdır. simanda bütün fanatlarımı öpürəm. Can. Niftallı alqışlayaq da, durub gəlib, həyəcanlıdır. Roza xanım, hoş Ay gəldiniz. can, çok sağ olun uşaqlar. Bax, Hər doğrudan birinizi da. xoş gördük doğrudan Sağ da. ol, əzizim. Çox darıxmışdım öz efirlərimiz üçün. Çox darıxmışdım ana dilimdə. Maraqlı zarafatlar eləyib deyib gülmək. Bəli, biz də Bəs çox darıxmışıq. hardaydınız? Denə harda deyildin ki? Harda deyildiniz ki? Dün, belə deyim, SNG-nin, keçmiş SNG-nin Aha. dövlətlərində, yaxın Avropada turnalarımız var idi, Oy, konsertlərimiz var idi çoxlu. İndi bir 5 günlük Bakıdayam. O 5 günün biri də sizə təsadüf Ay, elədi. çox sağ olun. Sağ ol, Nə yaxşı çox ki, məni gözlədiniz. Nə yaxşı ki, düzgün komandasınız. Nə yaxşı ki, dostlarınızı tanıyırsınız. Bəli. İnşallah sabah da uçuram. Roza xanım, Ay canım. Canvuz Şirin, biz bayaq aşağıda sizinlə danışanda siz dediniz ki, bu verilişin suallarından qorxursunuz. Olub elə şey. Mümkün deyil. Mümkünatsız. Bizdə axı... Sən Yo. nakavt eləyərəm sənin suallarını. Bizdə burada bir qara qutu var Roza xanım. Vay, O vay, vay, qara vay, vay, qutudan hamı qorxur. Bütün qonaqlar qorxur. Bax, məsəl üçün, o qara qutudan Qazaxıstanda olan layihələr, konsertlər ləğv oluna bilər. Hətta. Bəli. O qara qutudan qorxmursunuz ki? Yox, qorxma. Qəti. Roza xanım, siz o qara qutunun içindəkini bilsəz, valla nə... Vallahi narahat gətir, birinci onu gətirsən. Doğrudan. Ha, gətir. Qara qutu gəlsin, xahiş edirəm. Qap qara qutu. Bəli, qapqara qutu. Amma verilişin axırda baxacaq, indi yox. Amma bu qara qutu açılmır. Orada Bəli. hədiyyə var, kişi. Yox, Qorxmuram. açılmayacaq. Bu qara qutu axırda açılacaq. Mən bir dənə özüm yenə baxım, əmin olum ki, o burdadır yoxsa yox. İnşallah kim görsə mənə də deyir. Niftalı bir yerdə baxaq.
Yox. Sənə etibarım var. Gəl, yaxşı, gəl. Sənə etibarım var. Tom Cruise, Niftaliyev. Amma bax, fanatçısan deyərsən, aləm deyər bir-birindən Niftalo. Sənə oğul öpərəm. Oğul öpərəm, ürəyin gedər. Gəl bura. Vso. Gördün? Səsi çıxarım, gedə otur. Kes otur, kes otur. Vso. Niftal pis sıdqundu. Otur, şokdadır, Niftalı şokdadır. Sifəti söndü. Biz qaydalarla tanış eləməliyik. Həm qonaqlarımızı, Əlixan, həm Roza buyur. xanımı. Təbii ki, Roza xanım artıq qaydaları məndən də yaxşı bilir. Əlixan mən pişirir hocam. Mən pendirdən yeyim. Buyur. Əziz dostlar, əziz tamaşaçılar, əziz qonaqlar, gözəl və dəyərli Roza xanım. Elə eləməyin, məni əritməyin burada. Qoy oturmuşam. Nə olar, qoy verilişimi aparım. Yazıq. Əziz və dəyərli qonaqlar, əziz Roza xanım. Deməli siz Roza xanıma öz suallarınızı verirsiniz və əgər Roza xanım cavab verəndən sonra siz düşünsəz ki, qeyri-səmimi cavab eşitdiniz, onda qırmızı işarəni qaldırırsınız. Əgər Roza xanım səmimi cavab verdi və siz də elə hiss elədiniz ki, hər şey səmimi idi, ürəyinizcə oldu, onda göy işarələri qaldırırsınız və verilişin sonunda nəticə etibarı ilə göy işarələr faiz etibarı ilə çox olsa hesabı Nicat ödəyəcək. Həmişək kimi mən. Bəli. Bir dəfə əlini cibinə atmır da. Yox, yox, yox. Aparıcılar sən Yaxşı, yaxşı. Nicat ödəyir. Amma əgər faiz etibarı ilə qırmızı işarələr çox olsa, Roza xanım siz ödəyəcəksiniz. Ha, Roza Hər iki xanım. halda uşaqlar, mən sizə xəbərdarlığım, siz ödəyəcəksiniz. Uşaqlar mənə cavab alın. Hər birinizi bir-bir Bismillah. salamlayıram. Öncəliklə Rəza xanım, xoş Can, gəlmisiniz. Çox sağ ol ürəyim. Buyur, sənin toyun deyil Sultan. Əgər nə oldu sən hamı Bəyliyə evləndirsən. gəlmisən, qardaş. Əlin bala batıb sən. Cimi. Neçə yaşın var? Mənim 18. Oy Maşallah. maşallah. Oyda. Əskər? Yox. Yo. Təhsil alırsınız. Harda? Bu il incə sənətə verəcəm. Hə, İnşallah. Sən əsl İndi sual fakültə verəm. verəcəm, yox. İndi Yox. sənin universitetə daxil Daxil olmuşsun. ol. Hansı fakültə istəyirsən ürəyim? Xanəndəyəm. Hə, maşallah. Zümzümə eləyə bilərsən biz üçün nəsə. İlk dəfə görmüşəm. Bir yerdə bax. Səni mən çay üstə ötdükcə nəğməmiz ahəstə, ahəstə. Bu da xəstə. İlk dəfə görmüşəm səni mən çay üstə ötdükcə nəğməmiz ahəstə, ahəstə. Eşq olsun. İnşallah qardaşım. İncəsənət Universitetinin qapıları açıq olsa ora girəcəksən. Buyur. Mən bugün Roza xanıma sual yox, bir balaca xahişim olacaq. Roza xanım, mənim atam telefon ekranı, sizin şəkillərinizi telefon ekranına qoyacaq qədər çox böyük bir fanatınızdır. Demək olar hər gün simahlarınıza qulaq asır. Hətta evdə sizə görə xırda problemlər belə yaşanır. Atam sizin sözünüzü heç vaxt eləməz, buna adam kimi əminəm. Atama zəng edib deyə bilərsiniz ki, mən akürümdə maşın alsın. Deyərəm. Birinci, sən maşın istəyirsənsə, bunun birbaşa yolu, sən mamaya yığ ver mənə, mən papa ilə çerez mama danışım. Belə Eləmə, cavab olar. eləmə. Vay, 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 vay. Papa daha çox cavab- fanatınızda, papa Ya, mama yaxşıdır, pul mamadadır. Papanın qazandığı mamanındır. Ha, yaxşı, qoy papanı yıxsın. Qoy papanı yıxsın, sən Allah, qoy papanı yıxsın. Yox, papanı yıxdı. Bir də Gəl bura, mamanın sənin adına üçün. Gəl bura. Sevinç xanım. Gəl. Qoy Buyur. mikrofona. Papanın adı nədir? Sabuhi. Papan Sabuhi'dir. Alo. Bəli. Salam Səbuh müəllim, necəsiniz? Aleyküm salam. Roz xanım zərgərli sizi narahat edən. Sevinç xanım evdə? Sevinç xanım, Roz Zərgərli başa düşmədim. Bəli, bəli. Bəli. Efirdən yığırıq sizi, Roz xanımdır. Evdəsiz, Sevinç xanım evdədir. Mən evdə deyiləm, mən maşındayam. Aha. Benim bir maşın yolun qırağına, maşındayam, evdə deyiləm. Hə, onda verin maşını yolun qırağına. Bir dənə konfrans eləyin, Sevinç xanım da calayında telefona. Roza xanım, səsini deyini deyir, arada çağlar nəsə zarafat deyil ki, kol deyil amma... Yox, görüntülü yığa bilərsiniz, heç bir problem yoxdur. Qoy görüntülü yıxsın. Hə, görüntülü yığa bilərsiniz. Görüntülü yıla bilərəm, saç demək. Papa Nə sevinir. qəşəng cavan səs var. Wi-Fi-ni aç, Papa internetini sevindi aç. ki. Qoş papanı, Sən qoşaq sən- mamanı 5 dəqiqə həll eləyək. Qəza zatı öyrədər, versin qırağa. Yox, papa indi birinci dostlarını yığıb ki, Roz Zərgəri mənə zəng eləyib, sonra yığacaq. Bir 5-10 dəqiqədən Hansı sonra. maşını istəyir də, bir bilək də, görək. BMW. Büdcə nədir? Oo, BMW. Allah, Mamanı da yığ sən də- konfransdan. Ay salam Mələkçin.
Necəsiniz? Tərs tutdu mikrofonu. Əlixan da buradadır, Roza xanım da buradadır. Gəl bura. Sevinç xanımı da qoşun da üçümüz bir yerdə danışaq. Mümkündür. Tam ona vəziyyətdə evdə dava salmazsınız. Qardaş sən deyil. Sizin oğlunuz burada qırğın salıb artıq. Axşam evə getməyin. Mikrofonu, İndi mikrofonu deyəcəm telefona makyaj ol. Gəl mən özüm Yaxşı. danışım. Yaxşı. Burada məsələ nədir? Salam, birincisi, xoş gördük sizi. Xoş gördük sizi. Mən sizə... Yəni, yəqin o onu bilə-bil eləyib, indi sizi seçib, bilmirəm məsələ nə idi. Mən də işlə bağlı yoldaydım, saxladım maşını. İşiniz avanda olsun, yolunuz hər zaman açıq olsun. Yəni, səsiniz... Deməli, Səbuhi müəllim. Şokdayım. Oğlum da Şok, dilim də şokdadır. O işə atmayın, beni gəlin yanımıza. Birincisi sizi və Sevinç xanımınızı çox təbrik edirəm ki, belə qabiliyyətli, mədəni, gözəl bir övlad yetişdirmişsiniz. Bu bir. İkincisi, hər halda ki, efirdən Sevinç xanım bizi görəcək. Sevinç xanıma da demək istəyirəm, sizə də demək istəyirəm. İnşallah bu illərim 26-da bu qəşəng oğlan İncəsənət Universitetinə əgər ödənişsiz qəbul olsa, sizdən rica edirəm, buna bir yüngülvari 4 təkerli maşın alasınız. Minnətdaram. Hələ görüm o qəddimi oxuyub biləcəksən. Deyə biləcəm də. Biləcək. Öpürəm sizi, var olasınız. Allah ailənizi qorusun, sevdiklərinizi qorusun. Siz Roza xanım, bütün mahallarınız yəqin ki müqəddəs deyib. Yəni həm optik kompleks olaraq hər birisi ailəsində dünyada gəlmisiniz. Yəni Tümendə dostlarım da var mənim. Tümendə Nijvartovskda. Möhtəşəm xanımsınız. Bu nə verilişidir mən tam başa düşənmədim. Bu zarafat bir yana verilişidir. Bax Əlixan qardaşımız da buradadır. Bəli, oynan. Oranı da göstər, hamı görsün. Bax. Şala alqışlayar da. Alqışlayaq bunu. Nitqimdə olabsın problem oldu. Hamını salamlayıram Roza xanım, siz də. Sağ olun. Danqeqizə belə çıtla vurup. Ha? Öpürük. Öpürürsən alınmı? Bu xanımı sevmən yoxdur da. Mən neyiniyim, haranda? Mən istəyərdim bizim baş sponsorumuz olan Unibank haqqında danışaq. Unibankın Mastercard, World Elite və Mastercard Black Edition kartlarını saymaqla bitməyən üstünlükləri var. Dünyanın 135-dən çox ölkəsində millilərlə lanşkey zallarına giriş, fast track imkanı, hava limanına transfer xidmətləri, xaricdə internet paketi və sığorta dəstəyi tamamilə ödənişsiz olaraq müştərilərə təqdim olunur. Üstəlik istənilən an konsiyerj xidmətinə müraciət edə bilərsən. Sanki hər an sənin yanında şəxsi bir asistentin var. Unibank, sənin bankın səni düşünür. Unibankın Roza xanıma bir hədiyyəsi də var. Gəlir. Alqışlayaq. Gəlir, bəli. Canım, bizim buna ehtiyacımız var. Çünkü uçuşlarımız çok olur. Çalışmışım. Belə mənə açın. Ona göre de Əlixan, bunu tut zəhmət olmaz. Baş üstə. öldürdüm ben. Bəli. Bax bu kart. Belə olur baba. Bəh, səsə bax. Alqışlayaq Unibankı. Bizim baş sponsorumuz. Təşəkkürlər. Əvvəla hər birinizi salamlayıram. Sualım Roza xanım sizədir. Aycım. Səndən sadəcə diqqət istədim musiqisi ilə demək olar ki, ulduzunuz yenidən parladı. Səndən sadəcə diqqət istədim. Musiqimizin gözəl nümunələri olduğu halda, bu musiqinin xaricdə daha çox populyarlıq qazanmağı sizi narahat etmir. İlk olarak Azerbaycan'da tanındı. Sonra da Orta Asya, sonra Kafkaz dövlətlerinden sonra da Avrupa'ya çıktı. Çin'e, Japonya'ya bile gitti. Sizin sualınızın məntiqi nədir? Yəni niyə Hey, Azərbaycanda? Azerbaycan'da popüler diyesin demək istəyir kişinin kızı. Xeyr, elə demək istəmirəm. Yox. Sadəcə mən o mahnının Azərbaycanda tanınmadığını və yaxud da ki, digər mahnıların Yok, xaricdə niyə yok. tanınmadığı. Birinci el Azerbaycan'da partlattık biz çıktık gittik arasında. Yox. Azərbaycan sərhədindən çıxdı çölə. Çıktı çölə. Siz Saxlaya demək bilmədik. istəyirsiniz ki, Yani. bizim gözəl musiqilərimiz var da, yəni nümunəvi Bəli. musiqilərimiz var. Niyə indi bu mahnı patlatdı? Bəli. Çünkü o güzel mahnıları birçok insanlar dinləmir. Mən 26 ildir ki, estrada səhnəsindəyəm. Mənim bütün əvvəlki mahnılarımın hamısında, indi musiqiçilərimiz var, uşaqlar bilənlər bilir, mahnılarım diapazon daşıyırdı. Bəmi də var idi, orta registr də var idi, zili də var idi. O mahnılar hekası illər boyu heç kimə heç nə sübut etmədi. Amma səsinin ahəngini, hissiyatını ortaya qoyanda dil bilməyəndə sənin dilini bilir. Sənin Azərbaycan dilində bir nümunədir ki, Azərbaycan bəstəkarı tərəfindən yazılmış, Azərbaycan ifaçısı ifa etmiş, Dünya World Wide siyahısını 200 mahnının arasında 37-ci yer tutdu. Və o 37-ci yerin altında çox tanınmış isimlər, mənim sevdiyim isimlər. Bruno Mars, Adele, Lady Gaga, Necədir Beyoncé, Shakira kimi isimlər sənin ana dilində ifa olunmuş mahnının altındaydılar, üstündə deyillər. Salam Məlik. Başa düşdüm.
Çox Çox sağ olun. sağ olun. Siz sağ olun. Xanım hardan gəlirsiniz? Binəqəddən. Nə işlə məşğulsuz? Geyim dizaynı. Maşallah. Görünür, hiss geyim. olunur. Bir-iki Çox nəfərin sağ ol. adını verəcəm sizə. Onları biraz yaxşı geyindirərsiniz də. Olar. Düzdür, mənə baxmayın, mən Sigma Men-dən geyindirəm. Əlixan da Sigma Men-dən geyinir. Eynur qardaşımıza təşəkkürümü bildirirəm. Buyurunuz. Sualım belədir. Mən sizi yaxından izləyirəm Instagram postlarınızda, Can. videolarınızın altında rusca yazılar daha çoxdur. Baxmayaraq ki, xaricə gedirsiniz və mən başa düşürəm ki, orada öyrəşirsiniz, siz rusca danışmağı öyrəşirsiniz. Mənə maraqlıdır ki, Azərbaycanda sizin çox kütlənizin olmağına baxmayaraq siz niyə onlara belə davranırsınız? Niyə rusca danışırsınız? Əslində Zöhrə, mən şadam ki, sən mənim yaradıcılığımı izləyirsən. Hər halda ki, bəzi məqamları qaçırmırsan. Çünki dəqiqliklə izləsəydin, bu sual səndə doğmazdı. Əslində mən rus dilində mütəmadi olaraq niyə danışıram? Kütlənin çoxsu xaricdə olduğu üçün onlar mənim ana dilimi bilmirlər. Amma nə xoş ki, mənim kimi ifaçıya mən xarici dövlətlərdə 2 gün, 3 gün ardı-ardına 5 minli, 7 minli zallarda konsert verəndə həm rusca, həm Azərbaycanca danışıram və ifa etdiyim mahnıları onlar əzbər Azərbaycan dilində oxuyurlar. Və hörmət naminə internasional dillər hal-hazırda rus və ingilis olduğu üçün mən çalışıram ki, mənə pərəstiş eləyən kütlənin hamısı başa düşsün. Azərbaycanda rus dilini bilməyən yoxdur. Zəif bilən var, mükəmməl bilən var. Ona görə sayğı, hörmət naminə məcbur bir çox postlarımı rusca qoyuram. Çünki o kütləyə müraciət edirəm. Məsəl üçün, misal gətirim. Mən Londonda konsert verirəm. Londonda yaşayan Azərbaycanlılar üçün tək konsert vermirəm. Bütün dünyanın tamaşaçısına konsert verirəm. Orada Kazaq da var, Qırğız da var, Latış da var, Özbək da var, Moldavan da var, Rus da var, Ukrayna da var, Gürcü da var. Ona görə də onlar bildiyi dil Azərbaycan dili deyil. Mən dilimi konsertdə təbliğ etmək üçün məcburiyyətdən bəzi postlarımı rusca danışıram. Əlixan, Aydın. Çox üzr istəyirəm. Roza xanım, 2 dənə nüans var. Birincisi, mən istəyərdim ki, siz deyirsiniz ki, sizi izləyən insanların arasında rus dilini bilənlər var. Nicat rusca bilmir heç. Bilir. Bilmir. Roza xanımın elə bir izləyicisi, fanatı ola bilər ki, rus dilini də bilmir. Azərbaycanlıdır, müəyyən bir bölgədən və yaxud şəhərin mərkəzindən ola bilər. Rus dilini bilmir, amma sizi izləyir və rus dilində post çıxır qabağına. Aha. Olmazmı ki, onu 3 dildə eləmək? Misal üçün, Azərbaycan dilində, rus dilində və ingilis dilində. Sən sosial media istifadəçisən, özü də qlobal istifadəçisən. Vay. Sən bilirsən ki, sosial media lazım olan dilə Twitterdan tərcümə edir. Bəli, tərcümə edir. Mən hansı dildə danışıramsa danışıram. Azərbaycan O dilə tərcümə eləsinlər. o dilə tərcümə olunur. Bəli. Əgər elədirsə, niyə Azərbaycan dilində yazmışsınız ki, istənilən dillər köçür? Rusda olan Rusa keçirsin. Gürcücə bilirsən? Yox. Aysa, Gürcü ifaçısını sevsən, o öz dilində danışsa onu başa düşərsən. Baxın, mən Messini tanıyıram, misal üçün. Messi həmişə öz postlarını öz dilində yazır və mən məcbur olub... Çünki Messinin dili nədir və Amerikan dilinə yaxın olduğu üçün məncə onu hər kəs başa düşür. Mən gedim 5 dəqiqədən sonra yeyim gəlim. Basın tərcümə eləyək, olunurdu onsuz. Onda siz də həmişə Azərbaycanca yazın ki, istənilən ölkədə istənilən dilin sahibi... Mənim dil savadım varsa da, mən dil bilirəmsə, niyə də onu mənə rahat olan dildə rahat tamaşaçıma izah eləməyim. Xanım durub orada, mən Binəqədiyə gedim, getməyim indi bunları. Xanım, Roza xanımın cavabından razı qaldınız. Bəli, bəli. Məni geyindirin də arada. Yaxşı. Wow. Xanım, Dizayn Roza xanımın indiki geyimini bəyəndiniz? çox bəyəndim. Klassikada adətən düz kəsimlər olur, amma oradakı çiçək detayı tamamilə ona fərqlilik qatıb. Çiçəkləri adətən klassikaya, elegant geyimə daxil eləmirlər. Adətən kişi geyimləri kimi olur və düz bir rəngdən ibarət olur. Onun bəzəkli bir parça olması, orada qızılgülün olmağı tamamilə fərqlidir. Sırf elə bil ki, Roza xanıma uyğundur. Sizcə Nicata kaktus yaraşar burada? Belə deyim. Fərqi yoxdur. Orada kaktus da olsa, şlyapada olsa, yolkadan asılan iqruşkada olsa o insanın özünə xasdır. Əgər geyim insanı yansıdırsa o geyim demək olar ki, gözəldir. Nakaut gəldi axır ki. Axır ki nakaut gəldi. İlk öncə hamınızı salamlayıram. Başda Roza xanım siz olmaqla bütün qonaqları. Mən sizə sual vermək istəyirəm ki, illər əvvəl demişdiniz ki, toy qiymətlərim çox münasibdir, yəni ucuzdur. Və öyrəndim ki, 5500 manatdır. 5.000-ə getmirəm mən, 5.000-ə gedirəm. Həqiqətən də bir toyda qazandığınız bu məbləğ sizə kiçik gəlir. Birinci 5500 deyil, əvvəlcə nə demişəmsə qiymətlər nə olubsa onu demişəm. Sən nə istəyirsən, pulsuz toyuna gəlim? Yox, problem həll edirik. Gör nə istəyirsən? Xanım, sizi yandıran nədir? Roza xanım niyə bu qədər pul qazanır? Bizim respublikamızda demək olar ki, adıma statusuma görə keçən illər
nəzər salanda, mən dediyim kimi bir çox ulduzlarımızdan daha ucuz idi. Keçən il. Keçən il, bəli. Keçən il deyəndə keçən efirimiz il yarım olar da. Bəli. İndiki də hər kəsdən çoxdur. Murad Arif isə elə bu verilişdə toy qiymətini açıqladı ki, 15.000 manata gedir. Neçə illərdir bu sənətdə olan Roza Zərgərli niyə ucuz qiymətə gedir? Hər şeyin öz qiyməti var. Belə deyim də, bizim formalarımız böyük ola bilər, amma şirtməklə aramız yoxdur. Böyük işlər gördükcə böyük məsraf xərclənir bunun hamısı. Bəli. Ümumiyyətlə puldan, bu şeylərdən danışmağı sevmirəm. Sadəcə səbəbini ondan deyirəm ki, mən elə yerlər var ki, heç kimin eləmədiyi təmənnası işlər görürəm. Məsələn, keçən səfərki oğlanımız bütün sosial media yazdı ki, toy olacaq. Mən o yazığın toyunu... Onun səbəbinə bir 5 dənə hərbiçinin toyunu getdim, pulsuz oxudum. Sən peşən nədir? Ehtiyatda olan hərbi qulluqçuyam ki, izləyəm. Sənin toyuna pulsuz. Vay, vay, vay. Hesabladım. Siz də sağ olun. Və verilişimizin bu anında bizim xüsusi sponsorumuz olan Soundrite haqqında danışmaq istəyərdik. Hörmətli sahibkarlar, şəxsi avtoparkınızı yaradın və biznesinizə rahatlıqla nəzarət edin. Siz sadəcə avtomobillərinizi gətirirsiniz, qalan hər şeyi Soundrite özü həll edir. Sahibkarlar istədiyi zaman, yəni 7-24 balanslarında olan hesabları komissiyasız əldə edə bilərlər. Təşəkkürlər Soundrite. Rubrikamız var. Zümzümə. Başladılar ya. Hə. Gətirin, Bəli, rubrikamız başlasın. rubrika gəlsin. Gəlsin. Bu ne okkadı veriyorsun? Geçen sefer sana iç çizdirdim de bunlar hamısı yadındadır. Ha, bu da mən içərəm. Ha? Ne jesti sən eləyən? Fikrim yayıldı diye böyle Yayılmasın canım. gördüm ki Roza xanım. Yayılmasın canım. Bizim ən sevimli rubrikamız Rubrikalar. gəlir və burada nələr var? Cəzalarımız var. Vay, vay, Dadlı vay. cezalarımız var. Dadlı. Ha, bu. Sirkədir o. Bunu sen vermeyeceğim ha. Bunu bununla Bu bölüşeceğim. sirkədir. Bunu içdim, mədə dağılır. Dağılmır. Yo, yo, hələ yoxdur, hələ yoxdur. Dağılmır yok. 4 dənə seçimimiz var. Şirin nuggets, tomat sosudur, bilmirəm nə sosudur. Acılı, sirkə, acılı. Sirkə, bir də ki duzlu tort. Ucadan. Ocağı da başında çeyrem. Aycan, Bak gel bura, gel bura. Gel bura. külək bir sən Məndə hardan? parodiya qabiliyyəti yoxdur, amma qoy mən səni göstərim də. Spazniyak mahnısı. Ha, belə gəl, Allah haqqı. Get bir normaldir də. Sən isə mən yiyeyim onu. Roza xanım, siz Biraz müğənnisiniz. ucadan. bəndə o Ha yox, təcrübəsi müğənnilikdən deyil. Onlar danışanda mən... Allah keçdi. Bax, elə Vallahi bil ki, eşitmirik. bir dənə milçək Mən hamamda eşitmirəm. simir. Oxuyun bir dənə mikrofonsuz. Mikrofonsuz oxuyun, salın aşağı, oxuyun. Gəlir nəsə, yox? 2 milçək girib hamama çimişir. Gəlir. Baz bariton. Bir dənə də yüksəkdən, ucadan. Ucadan nəfəs. Fikrimlə gecələr. Ya, ya. Səndən sadəcə. Yox. Siz hansı filmlərə baxırsınız, qurban olum? Öz Bu şey deyil, Tom Dennis, Sam Çürək şeyin dalı. Başqa mahnı Yaxşı, başa. tapmadı, yeyirəm ağız belə o şey qulaq asmadı. Yo. Yox. Bəlkə bu işgəncə Bir cümləsi, bir səhv deyə bilərəm. Bəlkə oradan Amanın günüdür, yox. Da adın sözlər. Ay qız, içirəm. Yo, Roza xanım. Allah Ölərəm mən Siz qoymaram içməyin. sizmə. Röya xanımın. Hansı mahnı Röya yazığın repertuarında belə mahnı yoxdur. İstəyirəm bizim şey düşsün, yox. Yoxdur o qızın repertuarında bir mahnı. Bəlkə sən ayrı Röya Dinlədə qulaq bilərəm assan qızım sizi. qadın ol. Bəlkə ayrı Röya var. Yığın Röyaya. Yığın. Yox, yaxşı bir mahnının sözünü de görüm. Tavuş bildikdə. Mən zülmətəm Az yaxşı mən Ay, belə şey olur, qurban, başqa şeydir, yox. Az bu başqa şeydir. Mən elə bilim hansı Necədir o? filmi Necədir? Yox. Bir dənə mənə bax. Hə, içək. Hə, bunu mən içərəm. Söhbəti bağlayaq.
Rəyən repertuarında olmayan mahnı şərəfinə iş. Oyda, bir dənədir ya. Nədir peşəniz? Mən tibb bacısı. Əla, sən bizə doktor kimi lazımsan. İndi bax o istəkəni içib öləcək, sən ona süni nəfəs verəcəksən. Roza xanım fikir verdiniz, Nicatın aktyorluğu necədirsə? Verirəm, gördü. Nə oxtdan o töküm. Aha, buyurun. Təzə sirkə gətirin. Aa, içmişəm. Yalan demə. Nicat, gəl bəri. Gəl bura, Nicat. Təzə sirkə xahiş edirəm. Nicat. Hər olan sirkə. Mən Fatimə Hacızadə. Turizm üzrə təhsil alıram. Maşallah. İllərdir ki, mahnı sahəsində təcrübəm var. Özüm də müğənniyəm, müğənni kimi fəaliyyət göstərirəm. Yəni ümidvaram ki, mənim ən sevdiyim mahnıdır. Bu mahnını biləcəksiniz. Deməli Roza xanım. Mən əslində bax, bir etiraf edeyim. Ən sevdiyim insanlar bilsən hansı insanlardır? İncimin də. Burasında batığı olan. Məndə də var. Aa, yoxdur qardaşım. Yanağında batığı olan qıza bax bir dənə sən mənim canım. Ürəyim gedirdi. Uşaqlıqda o qədər belə tuturdum ki, deşiyə mənə gəl, sən mənə gəlmədi. Məndə vardı, burada da var. Səndə var. Əlixan, hər öz işinə məşğul olsun. Buyuruz. Hədə. Hind mahnısıdır bu. Elə bil, ağzı qənət can verir. Yox, Hind mahnısıdır. Özdə də filmləndir. Bir dənə ya. Bir dənə təzdən xahiş edirəm. Xanım nə gözəl ifa eləyir bu zümzüməni. Sözlərini bilmirəm, amma mahnını bilirəm. Xanım, adınız nə oldu? Fatimə Hacızadə. Fatimə xanım, siz inanırdınız ki, biz bu zümzüməni tapa biləcəyik? Yox, o tanınmış mahnı, düzdür. Tanınmış mahnı o da oxudum qlobal ki, musiqi olmuşdu bir zamanlar. Amma bilmirik də. Filmə də saldılar o. Adı nədir? Buyurun. Tum 8 belə oxuyurdu. Mən Hindistan dili bilmirəm. Tum Hiho. Kim tapdı? Mən heç kim tapmadı. Nətər hə? Allah'ın səni xışlayaram. Onda deyin. Kimi tapdın sən? Dedim Hind filmindən. Yox, onu dedim, onu bildim. Onda deyin hansını içək. Renans İsviç. Əlixan alqışlayaq, Əlixan. Mən Əlixanın belə ürəkli olmağını hər yerdə deyirəm. Çox ürəklidir. Əlixan, iç qardaşım. Püf, var olasan. Küfüldəm Əlixan. Acıdır. Püf. Əlixan, onu iç. Püf yoxa cız. İç olmalı. Cız axşamdır, indi püfdür. Üf, öləsən. Axıra kimi içək, bu nədir? Buz kola iç, buz kolanı iç. Bu vursun sonra. Evet. Beydadna. Sağ ol Əlixan. Sağ ol qardaşım. Bizim bugün gözəl, möhtəşəm, dəyərli qonaqlarımız var. Bəli. Bizim yeni sponsorumuz olan, xüsusi sponsorumuz olan Azərbaycanın Buz Kolası gəlir. Bəli, Buz Kolanın xanımları buradadır. Roza xanım, bu buz kola Azərbaycanın kolasıdır. Bizim gözəl bölgəmiz olan Naxçıvanın dağlarından olan sudan hazırlanır. O qədər dadlıdır ki, mən bilirəm Əlixan sevir bunu. Ben bayaqdan 5'ini içmişəm, yenə də doya bilmirəm. Buz kola, var olun, sağ olun bu möhtəşəm dada görə. Vallahi hər bir kəs salamlayıram. Başda aparıcılar olmaqla, Roza xanım olmaqla. Xoş gəlmisiniz Roza xanım. Biz bildiyimizə görə siz dəfələrlə Qazaxıstan, Özbəkistan və s. kimi Asiya ölkələrində konsertlərə dəvət alırsınız. Mən konkret insanam. Sualım da konkret olacaq. Bu vaxt ərzində neçə evin pulunu qazanmısınız siz? Evlisiz, subaysız. Mən evliyəm. Hə, onda sənə cavab verməyəcəm. Bir də xahişəm. Qoç bürcüsən, oturub sayırsan. Yox, Əlixan, bir dəqiqə deyəm. Əməkdaşsız, şəriksiz. Yox, bir dəqiqə deyəm. Xanıma dəstək oldum. Ay qardaşım, sən xeyr ola, kimisən pulunu sayırsan, kimisən... Başım nədə maraqlıdır? Yox, ümumiyyətlə, mən sizə bir dənə söz deyəm. Siz ondansa deyin ki, siz qazandığınız puldan nə qədər xeyriyyə xərcləmişsiniz, məsələn. Siz... Ey sağ ol! Siz, məsəl üçün, yaxşı məni izləyən tamaşaçıdan danışıram. Siz konsertlərinizin birində Əlil xanımlar üçün fond açmışsınız. Niyə ondan sual vermirsiniz? Neçə evimin olması mənim zaten bu pulları qazanmadan da en qədər evim var idi.
Yəni bunu Bəli. bilən də bilir, evimə qonaq gələnlər Mən də bilir. bilirəm. Siz mənim daha çox dünyaya öz mədəniyyətimizi çıxartmağımız haqqında deyin. Niyə demirsiniz ki, Roza xanım, niyə sizin mahnılarınızı eşidəndən sonra başqa dövlətin nümayəndələri bizim ana dilimizi öyrənməyə çalışır? Çünki sizin boyunuza, puxunuza, çiyninizə, o partiyan köynəyinizə bu suallar yaraşır. Roza xanım Özbəkistanda Mənə ev sual almışsınız. verməyimin də mənası odur ki, hansı binadan gedirik ev almağa, deyirlər ki, burada Roza xanım Yalan yaşayır. söhbət Dürəyim. Reklam eləyirlər yalanlar ki, siz də Yalan orada. söhbətdir. Sualım da ona Mən görədir. Bakıda cəmi cümlətani Qiymət 2 evim var, bir bağım var, bir də evim var. Sağlığınıza qismət. Hə, Sağlığınıza. mən onu başa düşürəm ki, insanın yaşaması üçün bir evi, bir də yay evi, bağı olsa yetərlidir. Mən qazandığım pulu bölməyə bacarıram, bölüşməyə bacarıram. Ona görə də Allah mənə həmişə verir. Sən mənlə qonşu olmaq istəyirsənsə də əgər, efirdən sonra yaxınlaşarsan binamın yerini deyərəm, elimlərdə yaşayıram. Kolum atarız. Və o elimlərdə, o binada 6 ildən artıq da yaşayıram, yəni təzəlikdə deyil. İlk olaraq hamınızı salamlayıram, xüsusilə Roza xanım sizi salamlayıram. Hər zamanki kimi çox gözəlsiniz. Çox Bunu sağ da ol, demək canım. istəyirəm sizə. Mən Amali Hacızadə, Azərbaycan Dillər Universiteti jurnalistlik ixtisasını bitirmişəm. Direkt bilinirəm. Artikulyasiya. Xəbər aparıcısı işləmişəm. Uzun zamandır Azərbaycan şou biznesində yoxsuz. Yəni nə aparıcı kimi fəaliyyətiniz var, nə də ki müğənni kimi efirlərə çıxırsınız. Belə də ki yaddan çıxırsınız. Bu yaddaşlardan silinməniz sizi narahat eləmir ki? Çox qəşəng sual verdin, çox da bəyəndim. Əslində efirə çıxan insan, veriliş aparmayan insan o demək deyil ki, yaddan çıxacaq. Çox olub da ürək bulandırmaqdansa az olub, dadlı olmaq lazımdır. Əslində Azərbaycan efirlərində varam. Vətənə qaydanda müddətcə bayramlar efirində və çox yaxın dostlarımın doğrudan da səviyyəli layihələrində yer alıram, razılıq da verirəm. Ona görə də yaddan çıxma məsələsi ola bilməz. Burada zamanımı az xərcləyib, lazım olmayan efirlərə dünyaya açılıb, dünyada daha çox bizi tanıtmaq məncə daha məqsədə uyğundur. Var bir günlük sənətçi, var ömürlük sənətçi. Nə xoş mənə ki, mən ömürlük sənətçiyəm. Niyə? Çünki siz indi mənim övladım yaşındasınız. Mən 26 ildir peşəkar səhnədəyəm. 26 il ərzində 4 dəfə səhnədən gedib uzun fasilələrdən dönüş eləmişəm. Və dönəndə də səhnəni tərk etdiyim yerdən davam eləmişəm, təzədən başlamamışam. Bu hər müğənniyə xas olmur, bu hər müğənninin taleyində qismət olmur. Elə müğənnilərdən biri də İradə İbrahimovadır. Qoyduğu yerdən də gəldi davam elədi. Amma elə ifaçılar var ki, onlar gedəndən sonra təzədən başlayırlar, təzədən mahnı, təzədən obraz. Çünki yadda bərpa olmağa çalışırlar. Bu hər halda ki, qoçların xüsusiyyətidir. İriçka da qoçdur, mən də qoçum hər halda ki, belə. Və istərdim bizim verilişimizin bu anında, şirin anında bizim xüsusi sponsorumuz olan Unimetal haqqında Əlixan məlumat ver. Unimetal artıq 30 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərir və Cənubi Qafqazda rəngli rulon şəklində dam örtükləri istehsal edən ilk və yeganə şirkətdir. Şirkət 5 müxtəlif formada və bir neçə rəng seçimində 20 il zəmanətlə dam örtükləri təqdim edir. Bu məhsulların əsas üstünlüyü isə onların daha uzun ömürlü olmasıdır. Çünki korroziyaya qarşı dayanıqlığı artırmaq üçün materialın səthinə 100-120 mikron qalınlığında sink qatının çəkilməsi təmin olunur. Estetik görünüşü, yüksək davamlılığı və uzun ömürlü dam örtüyü üçün Unimetalı seçin. Təşəkkürlər Unimetal. Salam, mən aktyor Niftalı Namazlı. Dram və komediya üzrə çalışsam da bura bu günləri Roza xanımın enerjisini yoxlamaq üçün gəlmişəm. Qardaşım, sən enerji yoxlayansın. Qurbandır mənim enerjim sənə. Həyəcanlıyam biraz, ona görə də üzr istəyirəm. Sən Azər Enerjidə işləyirsən, nə enerjisini yoxlamaya gəlmisən? Roza xanımı görüb də yəni həyəcanlanmamaq olarmı? Yox, olmaz. Buyur aşkım. Buyur həyatım, buyur. Canım mənim. Niftalı, bir-iki nəfər bizim məhəllədə, onların enerjisini yoxlaya bilərsən? O sadəcə mənə məxsusdur onun enerji yoxlamağı. Bu yaxınlarda toyum olacaq. Nişanlım icazə vermir ki, Roza xanımı toyuma dəvət edim. Sənin toyun olmayacaq Ürəyim. Niyə? Mənim fanatlarım erkən evlənməsin. Deyən, deyən. Hə. Roza xanımı toyuma dəvət etmək istəyirəm, amma nişanlım icazə vermir ki, Roza xanımı sənətinə görə deyil, yaxından görmək üçün Roza xanımı toya dəvət edirsən. Bir ağız Roza xanımdan bir şey oxumağını istəyirəm ki, nişanlım inansın ki, Roza xanımı mən müğənni olaraq sevirəm. Başqa niyyətlə deyil, başqa fikirlə deyil. Bildim, başa düşdüm. Cavab verə bilərəm. Olar sənin nişanlıva yığası, mən ona canlı telefonda oxuyum. Telefon bir gətir. Deyən. Alo. Atası götürüb deyəsən qızın. Yox, səsin gəlir. Mən əzizim verilişdəyəm.
verilişdəyəm mən. Roza xanımın qarşısındayam hal-hazırda. Gəl qurban olaram sən, gəl. Roza xanıma da bəli, Roza xanıma da Əsir bu. burada Təcili tibbi yardım. Danış. Roza xanım Mikrofona qoya, xahiş edirəm. Kamalə xanım. Xanımın adı Kamalə xanımı alqışlayaq, xahiş edirik. Çox üzr istəyirəm. Gətir mənə də, gətir Yox, mən o danışsın. danışır qızdan, hadi. Qoy danışsın. Siz bacarmısınız, verin danışın. Eşidilir səsi? Bəli, eşidirəm. Aha. Mikrofon paylaşdı. Kamış. Mikrofonu. Ay Kamış, aç görüm görüntünü az. Bu Mikrofonu. acaba ki danışa bilmir. Niyə danışa bilmir, danışa bilir. Kemal'e aç görüm görüntünü. Aç görüm görüntünü, sənə bir baxım. İndi alınmır açmağım. Hə, yaxşı, onda sən mahnı eşitmədin, səsimi eşitmədin. Allah sizi xoşbəxt eləsin. Amin, sizləri də çox sağ olun. Səni sevirəm qız. Ad boy ver, mən səni biabır eləməmiş. Alqışlayaq Kamalə xanımı. Senden sadece dikkat istedim. Getdi. İstedim sevilen olum yolunu gözledim. Oxu. Sevgiline ihtiyacım vardı görseydim. Sen bana gelseydin. Ətrimi də yanca duydum, get yerinə. Qızıl güllər. Salamlayıram hər birinizi. Adın nədir? Adım Rauldur. Raul. Wow. Sualım sizədir Roza xanım. Bildiyim qədərilə Mingəçevir Dövlət Dram Teatrının quruluşçu rejissoru olmusunuz. Sizin özünüzün bir musiqi qrupuna quruluş vermək şansınız olsaydı, bu müğənnilərdən hansını seçərdiniz? Vəfa Şərifova, Nəfəs, yoxsa Türkan Vəlizadə? Üçünü də seçərdim əslində. Üçünün də aktyorluq qabiliyyəti var qızların. O müzikalda baxardım, partituralar necədir? Partituraya uyğun seçərdim. Ola bilərdi Türkanla Nəfəs qalsın, Vəfanı çıxardardım. Ola bilər Nəfəslə Vəfa qalsın, Türkanı çıxar. Çünki müzikalda ən önəmli quruluş oyunçuluqdan başqa olan səslə yazılmış partitura. O partituraya əsasən hər birini çıxarda da bilərdim, hər birini saxlaya da bilərdim. Salam Melek. Aydındır, təşəkkür edirəm. Roza xanım, siz bilirsiniz də mənim ürəyim nə qədər təmizdir. Yoxlamamışam, amma eşitmişəm. Eşitmişsiniz, bəli. Bizim elə bir sponsorumuz var ki, mənim ürəyim necə təmizdir. Və o da tər təmizdir. Bizim xüsusi sponsorumuz olan Slipi alqışlayaq, xahiş edirəm. Gəlsin Slipi. Baba, bu Slipi də. Uşaq bezidir. Yox. Uşaq bezi olsaydı sən hədiyyə verərdim. Uşaq bezi də var, salfetlər də var. Bax, kimə hədiyyə verəcəksiniz? Sənə. Əlixana? Sənə. Ha, burada hansımız uşaq oxşuyuruq? Bəbəşevdə var da. Bəbəşə görə. Nə dedim, tək sənin üçün olsun qardaşım. İnşallah, əlimiz göydədir. Hə, baba bu var, baba bu Slipi. Bunu adətən mətbəxdə istifadə edirlər. Bilirik. Hə, Roza xanım deyir, bilirik. Ehtiyac yoxdur deyim bunu deməyə. Bilirik, bağışlı üzr istəyirəm, bilmədiyim, xahiş edirəm. Hanı bizim aşpazımız? Deyir, nicatçı hədiyyə verir. Bətbəxtdə onu istifadə eləsin. Aşpazımızı bir dənə alqışlayaq. Gözəl aşpazımız. Bizim qara qutumuz hələ də bizi gözləyir. Verilişimizin də sonuna çatmışıq. Bəlkə qara qutunu... Bəlkə bir dənə deyəsən. Daradadam. Nicat onsuz elə çoxdandan qaralı. Buna ehtiyac yoxdur. Əli xan. Mənəm türk. Mənim əsəblərimlə oynama. Qutar. Həyəcanlısınız, yox zarafatsız? Yüngül var. Hə? Roza xanıma bu qara qutuda bundan başqa nə ola bilər? Wow! Açdım, yavaş edin. Yavaş tikanlar səni. Eyb yoxdur. Roza xanım. Elə Roza tikanlıdır da. Bəli. Əsl marağı da odur. Nə qədər gözəl olsa da, nə qədər gözəl qoxusa da, bəzi məqamlarda ilişmə dikanlara sənə batar. Hə, Əli xanım. Verilişimizin artıq sonudur. Nəylə döyərsən məni? Allah eləməsə, dönüb sən nə eləyərəm? Çiçəklə. Çiçəklə. Deyir, gülə gül verməzlər, amma mən o gülü verdim də sənə. Bax, gülə gül verməzlər. Mənim bütün konsertlərimdə milyon dənə çiçək gətirirlər. Konsertimin sonunda o çiçəkləri bütün gələn xanım tamaşaçılara paylayıram. Burada gül bir dənə olduğu üçün... Qəşəng! Bəli! Sən bayanadır görüm. Roza xanım. Burada da 2 dənə qızım var. Diftalı qaldı yaz. Hə, sən sonra şey deyil. Roza xanım, həmişə güllər içində olasın. Siz də hər zaman üzünüz gülsün, hər zaman sağlam olun ən önəmlisi. Və bizim çəkilişlər bilirsiniz ki, şəhərin ən gözəl məkanı olan Irish Pub-da baş tutur. Qonaq pərvərliyinə görə Irish Pub komandasına öz təşəkkürümüzü bildiririk. Sizcə Roza xanımın verdiyi cavablar nə dərəcədə səmimidir? Xahiş edirəm.
100%. Heç Sağollaşırıq. Neynəməli? Ana kart səndə. Unibankın post terminalı gəlsin, xahiş edirəm. Post terminal gəldi Unibankın. Dayan. Alqışlayaq. Ver. Bəli. Çeki mənə verərsən, mən o ƏDV-sini şey eləyərəm. Bəli, Roza xanım, sağ olsun. Var ol. Sevirəm sizi. Sağlam olun. Qalın salamat. Sağ olun. Sağollaşırıq. Bəli, həmişə kimi hesabı yenə deyirəm, təkrar edirəm, mən ödədim. Mənim varlı qardaşım Nicat. Can, gözləyər. Və növbəti, bəli, biz sağollaşmırıq, hələlik deyirik. Çünki növbəti qonağımız o qədər maraqlıdır ki. Gələn həftə. Heç nə demə. Heç nə deməyək. Spoiler ver. Salamat qalın, hələlik deyirəm. Sağ olun.